duygu xəyalından bəslənir. Var. Var. Təbrik eləyirik sizi. Bir də icazə istəyirəm sizdən. Hə. Buyurun. Var. Var. Tezdə peşan, tezdə. Nə? Tezdə peşan. Əla, buyurun. Təbrik eləyirik sizi. Bugün həqiqətən də tam fərqli bir gündür. Baxmayaraq ki, bugün həqiqətən Rəvanın doğum günüdür. Amma ömründə görmədiyi bir doğum günüdür. Bəli. 1900 nəfər onun eşqinə, onun mahnılarının eşqinə gəlib. Siz də onun hər zaman ilk gündən dəstəkçisi olmusunuz. Həm atası kimi, həm də pedaqoqu kimi, mən belə deyərdim. Hisslərinizi istərdik ki, ilk olaraq bizimlə bölüşərdiniz. Əvvəla çox sağ olun ki, gəlib işıqlandırırsınız. Bilirsiniz ki, ARB kanalı bizim doğma kanalıdır, həqiqi mənada. Adam var ya, qorxur demir. Deyir, birdən obursuna mənə qoymazlar. Amma mən ürəklə deyə bilərəm ki, siz dediyiniz kimi, Rəvan həm mənim dostumdur, həm oğlumdur, həm qardaşımdır, həm də ki, tərəf müqabiliyik, həm də ki, tələbəmdir. Çox sevinirəm, həqiqi mənada çox sevinirəm. 57 ildir mən bu sənətdəyəm. Mən özümə söz vermişdim ki, birinci Rəvanın konserti olacaq. Sonra da mən bir vida konsert eləyəcəm inşallah. Bəli. Sevinirəm həqiqi mənada. Hər bir ata, hər bir valideynin arzusu bizim camiyə olmasın, başqa bir camiədə olsun, öz evladının xoşluğunu görməkdir. Mən də bu günü gördüm. Milləti də gördüm ki, Rəvan sevənlər çoxdur. Tək Azərbaycan yox, qonşu ölkələri də Rəvanı çox istəyirlər. Nə deyim valla? Bir də konserti həqiqətən mi olacaq? İnşallah, bəli. Niyə? Hər şeyin özün vaxtı var da. Biz necə? Hər bir işdən üzü sulu getmək lazımdır. Sona qədər yox. Yox, sonra deyəndə ki, bizim sənət elədir ki, mən çıxıb əsi ilə oxumayacam ki, elə deyir. Qoy insanların sevgisi yaxşı görsün də həmişə mən. Əylən, nə bilim, əlində əsa görməsin də. Məni qoy həmişə gözəl arzulasınlar ki, Elşad müəllim belə idi, zarafatçıl idi. İstəmirəm ki, bəli, belə əyilmiş, əlində əsa, onu görmək istəmir. Mən özüm yox ha, tamaşaçıları da, məni istəyənlər qoy görməsin. Elə necə Elşad var, elə də qalım. Amma ona hələ çox var. Düşünməyə hələ. İndi baxaq da, əgər məni çox sevsələr, desələr, yox, getmə, bəlkə getmədim heç. Orası da var. Hələ çox var. Bəli. İnşallah gözəl gün olsun, Çox sağ olun. olsun. Çox sağ olun. Bir daha təbrik edirik. Çox sağ olun. Sağ olun. Sağ olun. Məncə Daşqar səsində olduğuma görə bilirəm ki, hər şey çox gözəl olacaq və tamaşaçıların istədikləri təəssüratı onlara bağışlamağa müvəffəq olacaq. Təbrik edirəm. Çox sağ olun. Sağ olun. Papist olduğuna görə keçirik səhnəyə. Kimə verirsiniz sağlı, onu da düyündə. Biz ilk olaraq sizi təbrik edirik. Çünki həqiqətən də çox möhtəşəm bir trio alındı. Heç kimin gözləmədiyi bir trio alındı. Hətta bəlkə də ağılları gəlmədi ki, Rəvan konsertimiz bir aparıcı olacaq. Amma sizin təbii ki, peşəkarlığınız öz sözünüzü deyir və məşqlərdə də biz onu gördük. İlk olaraq təəssüratınızı istərdik ki, Allah ümumiyyətlə təklif gələndə necə bir reaksiya bildirdiniz? Çox böyük məmnuniyyətlə. Çünki Rəvanda atası Elşad müəllim də dəfələrlə mənim proqramlarımın qonaqları olublar. Gəlişləri ilə, ifaları ilə, söz söhbətləri ilə, yəni tamaşaçılarla qurduqları ünsiyyətə görə həmişə o yüksək əhval-ruhiyyəni, xoş ovqatı tamaşaçılara ötürməyə müvəffəq ola biliblər. Mən əmin oldum ki, konserti də o cümlədən o şəkildə davam edəcək. Ələlxüsus da tamaşaçılarla canlı ünsiyyətdə olmağın dadı, ləzzəti insana tamam bambaşqa bir həzz verir. O ki, qala Yaşıl Teatrda Rəvan çox istedadlı oğlandı. Yəni razılıq verməyə bilməzdim. Həm də dəstək olmaq lazımdır. Çünki Rəvanın bugün ilk solo konsertidir. Yaşıl Teatrda. Anda sənət adamları çox arzulayırlar ki, yay mövsümündə Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış etsinlər və bugün də Rəvanın sayəsində Yaşıl Teatr tamaşaçılara qucaq açır.
gözəl ifalar, mahnılar tamaşaçılara nə lazımdır? O xoş abu-havanı yaşamış olsunlar. Mən də əminəm ki, bugünkü konsertin də rejissoru Elməddin Dadaşov başda olmaqla Rövşənə də təşəkkürümüzü bildiririk. Bütün bizdən hal-hazırda müsahibə alan operatorlarımıza, müxbirlərə dərin təşəkkürümüzü bildiririk ki, bugünkü konserti biz istədiyimiz şəkildə işıqlandırırlar. Musiqili andadır bu. Çox sağ olun. Öncə təşəkkür edirəm hamınıza, gəlmisiniz. Konsert proqramı adətən ümumiyyətlə mənim öz repertuarımdan ibarətdir, çox mahnılar. Amma məsləhətli şəkildə bəstəkar mahnıları da oxumuşuq, bir neçə mahnılarımız var. Sürprizi düşünürəm ki, deməzlər, amma demirəm. Hələ sürpriz. Mənim bu işdə mənə hər zaman dəstək olan yoldaşıma dərin təşəkkürümü bildirirəm. Allah xoşbaxt eləsin sizi. Nə bilim, o mənə stimul verir və güc verir. Günündür və 1900 nəfərlə birlikdə qeyd eləyəcəksən. Bu sənin həqiqətən də 40 ildə bir yaşanır. Hələ bu 46 ildə 1900 adamla bir yerdə ad günü eləməmişəm. Rəvanı sevənlərlə birlikdə. Rəvanın ad günü həm də konsert vaxtına təsadüf eləmək çox qəşəng bir fikir oldu əslində. Məncə ən unuda bilməyəcəyi bir ad günü olacaq. İnşallah uğurlar olsun. İnşallah. Və bugün tam kimi belə musical xarakteri daşıyır, səhv eləmirəmsə, çünki məşqlərdə mən belə gördüm. Yəni sənə biraz başqa cür belə deyə variantda görəcəyik biz bugün. Bir başqa cür görəcəksiniz. Həqiqətən çox maraqlı konsertimiz olacaq. Canlı ifalarımız, Teatrlaşdırılmış şəkildə. o hissəsini xahiş edirəm Elməddin müəllimə sual verin. Çünki o hissəsinə sırf o məşğul olur. Bəli, fikirləşdik. Konsertin konsepsiyasını elə təyin etdik ki, Rəvan bəyin oxuduğu hər bir mahnı bir tarixçədir, bir hekayədir. O yüzden elə etdik ki, peşəkar rəqqaslarımızın təqdimatında xoreografiyanın dili ilə, rəqsin dili ilə Rəvan bəyin repertuarına bir baxış edəcəyik. Böyük sevgilərlə məhz bu günləri onun doğum günündə məktub yazıram deyərək bütün tamaşaçıları sevindirəcəyik. Rəvan, atandan müsahibə aldım, deyir ki, Rəvan konsertindən sonra mən artıq bir vida konserti eləyəcəm. Bununla bağlı nə deyə bilərsən? Mən inandırım ki, siz ilk dəfə eşitdim bu sözü. Sənətə vida. Axı o yumor hissinə malik olan insandır. Belə Pat eləyib, çünki mənim atam bu sənətlə yaşayır həqiqətən. İllərdir sənətdədir. İnanmıram nəsə. İnanmağım gəlmir. Və ən böyük sənət əsəri hal-hazırda səhnədə və uğurlar diləyirik, çox yormayaq çünki. Dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Happy birthday, happy birthday, happy birthday Rəvan. Təbriklər, təbriklər. Çox yaşa. Həmişə səhnədə olasan. Çox sağ olun, minnətlər. Maraqlıdır ki, ilk dəstəyi kimdən aldınız? Yəni bu məsuliyyətdir. Çünki yaşlı teatr baxaraq göstərək, bu bir əzəmətdir, bu bir tarixdir. Bəli, bəli. Əhməd Haradadır filmi də bu səhnədə. İlk dəstəyi hət oldu. O mənə deyirdi ki, balaca bir məkandan başla. Dedim, mən balaca məkandan başlamayacağam. Çünki artıq 20 neçə ildir sənətdəyəm və mənim kifayət qədər mahnılarım var ki, həqiqətən çox sevilir. Deyərəm ki, dillər əzbəridir. Ona görə də birbaşa yaşlı teatrdan başladım. Əslində risk etdim. Düşünürəm ki, çox gözəl də alındı. Start çox gözəl bir növdən başladı. 2 gün bundan öncə bütün biletlərimiz satılmışdı. İndi bayaq baxıram səhnəyə, biraz narahatam. Deyirəm ki, nə oldu? Bu hamısı satılıb, dolmur belə. Dedilər ki, biraz tıxaclar var. Ona görə də konsertimiz də bir neçə dəqiqə gecikir. Amma gecə olsun, əla olsun. Bəs Rəvan bəy, qazanc gözləyirsiniz mi? Qətiyyən o fikirlə bu konserti etməmişik. Elməddin hər zaman yanımda olub. Heç nə gözləmirəm. Sadəcə o sənətinin bir hissəsi olmalıydı bu. Sənətdə Bəzi sənətçilər borca xərcə girirlər ki, tək ki bir əzəmətli bir məkanda konsert. Bu konsertə görə borca girməyə dəyər. Borca girməmişəm. Yəni həqiqətən. amma dəyər. Yəni maliyyəni də fikirləşməmişəm, amma çox dəyər. Yəni həqiqətən dəyər, çünki bu çox böyük zövqdür. Bir sənətçi üçün həqiqətən Uğur arzu edir, inşallah. Bol-bol çox sağ olun. Və bəxtimizdən hava gözəldir. Hava. Sağ olun, çox sağ olun. Çox sağ olun.
Festival kompozisiyasıyla çıxış etdi. Azərbaycan rəqs qrupu, bədii rəhbər tanınmış rəqqas və xoreograf Tuncer Hüseynov, art direktor Qiyas Cəfərzadə.